Gələn ildən işləyib gəlirini gizlədənlər tibbi sığortasız qala bilər. Bunu Maliyyə naziri Sahil Babayev deyir. Bildirir ki, işləyən, gəliri olan və onu gizlədən, qeyri-formal məşğul olan şəxslər sığorta zərfindən kənar qalacaq. Amma nazir bununla bərabər bildirib ki, bu şəxslər müəyyənləşdiriləcək və onlara da sığortadan yararlanmaq imkanı yaradılacaq. Biz deyirik ki, yalnız qanunvericiliklə qadağan edilmiş şəkildə fəaliyyət göstərən insanlar sığortalarını özləri ödəyəcək. Belələrinin müəyyən edilmə meyarları da elektron şəkildə olacaq. Onlar da sığortadan kənarda qalmır. Əksinə onlar üçün də imkan yaradılır ki, bir dəfə sığorta haqqı ödəməklə istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Azərbaycanda qeyri-formal işləyənlərin dəqiq sayı məlum deyil. Hökumət uzun illərdir işçilərin əmək müqaviləsi ilə işə götürülməsinə çalışdığını deyir. Kənd təsərrüfatı məsələləri üzrə ekspert Şahin Nəcəfli düşünür ki, hökumət bu hədəfinə çatmaq istəyirsə, elə eləməlidir ki, həm işə götürənlər, həm də işçilər bununla maraqlı olsun. İndiki durumda isə hər iki tərəfə müqaviləsiz işləmək sərf eləyir. İşləyənlərin də əksəriyyəti kasıb adamlardır, sosial yardımlar alırlar. Və o devlətin verdiyi o 300 manat, 200 manat indiki bahalıqda təbii ki, onu təmin eləmir. İşıq pulu, qaz pulu, kommunalını ödəmək istəyir, gəlir bir 10 gün, 5 gün gəlir deməli təsərrüfatlarda işləyir. Müqavilə bağlayanda o sosial yardımı keçəcəklər. Ona görə də o da müqavilə bağlamağa maraqlı deyil. Yəni o işçiyə bir gündə qalır 10 manat, 12 manata gəlib o 8 saat ən ağır işlərdə çalışır. Və dövlət də mütləq ki, onun payına şərik olmaq istəyir, o da oradan nəsə qopartmaq istəyir. Milli Məclisdə tibbi sığorta haqqında qanuna təklif olunan dəyişikliyə əsasən qeyri-formal məşğul şəxslər növbəti ildən tibbi sığortadan yararlanmaq üçün aylıq 16 manat ödəməli olacaqlar, illik 192 manat. Bu məbləği vaxtında ödəməyənlər 10% miqdarında cərimələnəcəklər. Maliyyə naziri Sahil Babayev isə deyir ki, hökumət qeyri-formal işçiləri, yəni gəliri olan, amma bunu gizlədənləri xüsusi meyarlarla müəyyən eləyəcək. Amma iqtisadçı Rövşən Ağayev düşünür ki, hökumətin qeyri-formal işləyənləri müəyyənləşdirmə mexanizmi aydın deyil. Onun fikrincə, bu elə də asan məsələ deyil. Qeyri-formal məşğulların hamısını necə məcbur eləyəcəklər ki, özünü leqallaşdırsın, gəlirini desin, mən qeyri-formal formal məşğul olaraq filan yerdə çalışıram və bu da mənim ayda 16 manat ödənişim. Yəni bunu bu qədər leqallaşdırmaq asan olsaydı, hökumət 2018-ci ilin sonlarından 2025-in sonuna qədər 7 il gəlir vergisini sıfırladı özəl sektor üçün. Yəni elə insanlar bu stimuldan istifadə edib özlərini leqallaşdırardılar. Demək ki, məsələ düşünüldüyü qədər də asan deyil. Bu ümumiyyətlə qeyri-formal məşğulluq struktur institusional problemdir. Rövşən Ağayev deyir ki, gəlirləri rəsmi olmayan mövsümi işlərdə çalışanlar sığortadan kənar qalacaq. Azərbaycanda icbari tibbi sığorta 2021-ci ildən tətbiq olunur.